Ey Allah'ın kulları, bizlerden bəziləri ister tembelliği olarak, isterse meşguliyetten, sünne oruçlarını tutmaktan tembellik edirlər və yaxud da özlərini məşğul edirlər. Hansı ki, bu barədə çoxlu hədislər gəlibdir, sünne orucuna rəğbətləndirməyə və onun səmralarının, savablarının böyük olması barəsində, günahlarının bağışlanması barəsində kimlər sünne orucu tutarsa da onlara bu şeyler hasil olacaqdır və dünyada və axirətdə buna xeyirli, faydalı şeyler olacaqdır. Biz bu 4 haram aylardan birini yaşayırıq. 4 haram aylardan birinin içindəyik. O da Allah Subhanahu Taala'nın Muharram ayıdır ki, o ilin aylarının en əfsəlidir Ramazandan sonra. Ramazandan sonra ilin aylarının en əfsəl orucu sayılır Muharram ayında tutulan oruç. Peygamber sallallahu aleyhi ve sellem deyir ki, Aftarus siyami ba'de şehri Ramazan. Ramazan ayından sonra en əfsəl oruç Allah Subhanahu Taala'nın Muharram ayı olan oruçtur. Muharram ayında olan tutulan oruçtur. Ona göre de bu ayda orucu çoxaldın. Çok şiddetli həris olun, xüsusən də 10-cu gününə. Hansı ki 10-cu günü Aşura günüdür ki, o günə böyük bir fəzilət bildirilibdir o günə tutulan oruçda. Siz 10-cu günü tutun və öz əhliniz də, balacaları da, böyükləri də həvəsləndirin oruç tutmağa. Çünkü o bir il keçmiş günahların bağışlanması olur. Kim Aşura günü orucunu tutarsa, bir yıl geçmiş günahlar o insan için bağışlanır. Peygamber sallallahu aleyhi ve sellem sahih hadiste demişti ki, Aşura gününün orucu ahtasibu alallahi, hesap edirəm ki, Allah'tan ondan önceki bir yıl günahları tekfir eder, yani bağışlayar, yükeffir. Həmçinin Rubeyy binti Muavvid radiyallahu anha deyir ki, Aşura günü orucu barəsində danışanda deyir ki, kunna nasumu. Biz o günün orucunu tutardıq və balaca uşaqlara da onu tutturardıq. Və gedərdik metidə və metiddə yundan oyuncaq düzəldərdik. Müəyyən formada yundan oyuncaq düzəldərdik və uşaqlar götürüb onu uşaqların yanına aparardı. Uşaqlar bizdən yemək istədikdə verərdik onlara, başları qarışardı, yeməzdilər. Yəni oruçlarını nə edirlər? Tamamlayardılar. Onun üçün də Allahın qulları, bu haram ayı Allah Subhanahu Taala'nın haram ayı daxil olubdur. Daxil olması isə hilalı görməklə olur. Hilalı görməklə insan müstəhəb orucu 10-cu və 9-cu günləri tutur. Yəni bildinsə hansı gün giribdir, tam dəqiqliklə bilsən, 9-u, 10-u bu orucu tut yenə Yahudilərə müxalif olaraq. Çünki Yahudilər təkcə ayını onu tuturlar. Məhərrəm ayının onu təkcə oruç tuturlar. İbn Abbas radiyallahu anhumadan gelen hadiste deyir, Allahın Resulü sallallahu aleyhi ve sellem Aşura günü oruç tuttu ve o orucu tutmağı əmr elədi. Dedilər ki, Allahın Resulü, Yahudiler ve Hristiyanlar həmin günü təzim edirlər. Allahın Resulü deyir ki, gelen ilə qalsam, inşallah o günü də tutacağım. Yəni 9-cu günü tutacağım. Peygamber olsan bir gün tutur, sonra ise dünyasını değişir. Gelen ilə qalmır. Amma bildirmişdi ki, sağ qalası olsam 9-unu da tutacağım, 9-u və 10-u. Həmçinin İbn Abbas radiyallahu anhumadan gələn hədisdə deyir ki, Resulullah sallallahu aleyhi demişti, Xaliful Yahud və sumut təsiyə vəl-aşir. Yahudilərə müxalif olaraq 9-u, 10-u bu orucu tutun. Muharrem ayının girməsində şək olası olsa, hansı gündə giribdir, insan şəkdə olası olsa, yaxşıdır ki, bu halda 3 gün tutsun. Yəni 9-u tutsun, 10-u tutsun və 11-i tutsun. Bu halda insan daha da yəqin olur, qul daha da yəqin olur ki, Aşura günün orucunu tutmuş olur. Bilmirsən dəqiq, şəkdəsən, görən hilal nə vaxt görsənibdir, bunu bilmirsən. Bu halda 3 gün tutmaq daha yaxşıdır ki, bir ilin günahlarının bağışlanmasının savabını əldə eləsin deyə. Yəni bu sahabələr bunu etmişlər. Həmçinin imamlardan İbn Sirin və Şəfi'i və Əhməd və İshaq və bunlardan da başqaları bunu etmişlər. Ey Allahın qulları, bu ayın Aşura gününün Hüseyin
Əlinin oğlu Hüseyin radiyallahu anh'ın ölümündən heç bir əlaqəsi yoxdur. Hansı ki, hicrətin 61-ci ilində qətl olmuşdur radiyallahu anhu. Bunun ölümündən heç bir əlaqəsi yoxdur. Əksinə, 10-cu günü oruç tutmaq bu cahiliyyətdə, İslamdan öncə, Peyğəmbər sallallahu əleyhi və səlləmin göndərilməmişdən öncə belə oruç tutmaq var idi. Yəni Aşura günü orucunu tutmaq olubdur. Biz isə bunu Allaha şükür olaraq tuturuq. Allah subhanahu teala Musa aleyhisselamı Firon və onun ordusundan xilas edibdir. Allahın düşmanı olan Firon və onun ordusundan Musa aleyhisselamı xilas edibdir. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də Allaha şükür olaraq bizə bunu nedir, şəriət olaraq qoyubdur. Əgər Peyğəmbər sallallahu aleyhi ve sellem bu orucu bizə qoymasaydı, biz bu orucu tutmayacaqdık. Deməsəydik ki, yəni biz Musaya daha haqlıyıq. Bu gün orucunu tutmağı və icazə verməsəydi, biz o günü də oruç tutmayacaqdıq. Aşura günü Qureyş də tutulur cahiliyyətdə. Qureyş də oruç tutulur. Resulullah sallallahu aleyhi ve sellem Mədinəyə gəldikdə, Mədinədə özü tutub və əmr edildi ki, orucun tutulmasına. Həmçinin İbn Abbas radiyallahu anhu'dan gələn hədisdə deyir ki, Allahın Resulü sallallahu aleyhi ve sellem Mədinəyə gəldi. Bax, gördü ki, Yahudilər 10-cu günü, Aşura günü oruç tuturlar. Allahın Resulü sallallahu aleyhi ve sellem onlara dedi ki, bu nə gündür? Hansı ki siz oruç tutursunuz? Dedilər ki, bu gün əzəmətli gündür. Allah Teala Musanı və onun qövmünü xilas edib, Firon və onun qövmünü isə batırıbdır suda. Musa aleyhisselam fəsamahu Musa. Yəni Musa aleyhisselam şükür olaraq, Allah'a şükür olaraq tutubdur və biz də tuturuq. Resulullah sallallahu aleyhi ve sellem deyir ki, biz Musa'ya sizdən daha haqlıyıq. Özü oruç tutur Allah'ın Resulü və əmr edir o günü oruç tutmağı. Allah'ın qulları Aşura günü barəsində orucu barəsində olan hədislər çoxdur. Hətta təvatur hədisi, təvatur dərəcəsində belə gəlibdir. Çox alimlər bunu zikr edirlər. Və bundan götürülən bu dərslərdə bunları zikr edirlər. Bu dərslərdən İslam şəriətinin müsəlmanın kafirdən bütün hallarda, sözlərdə də, əməllərində də fərqlənməsinə həris olmasıdır. Yəni, müsəlman kafirdən fərqlənməlidir. Halında da, sözündə də, feilində də fərqlənməlidir. Belə ki, Peyğəmbər s.ə.v burada oruç tutduğu günü Yahudilərə müxalif olmağı əmr edir. Yəni, deyir ki, 9-u onu tutun, Yahudilərə müxalif olaraq. Baxın, gün olaraq müxalif olmağı bildirmişdir sallallahu aleyhi ve sellem. Necə ki, İbn Abbas'dan gələn hədisdə Yahudilərə müxalif olun, 9-u və onu oruç tutun. Və Peyğəmbər s.ə.v ki, o xəbər verir ki, Yahudilər onu tuturlar təkcə, ondan səhih olan olmuş, demişdi ki, mən gələn ilə qalası olsam, 9-cu günü də tutacaq. Yəni, 9-u və 10-u. Və bu günləri biz nələr görürük? Çox pis, müsəlman toplumundan qəflətdə olan insanlar görürük ki, onlar kafirlərə oxşamaqda tələsirlər. İstər sözlərdə, istər fellərdə, istər paltarlarında, istər bayramlarında, istər ibadətlərində, adətlərində, bundan başqa olan şeylərdə də çox təəssüflər olsun ki, müsəlmanlar özlərini kafirlərə oxşatmağa neyirlər, tələsirlər. Mən təşəbbəhə bi qovmin fəhvə minhum. Kim bir qövmü oxşayarsa da o onlardandır, Peyğəmbər s.ə.v bildirmişdir. Bu günləri balaca da, cavan da, böyük də, qadın da, kişi də, hamı hərisdir ki, özünü kafirlərə oxşatsın. Əuzubillah. Həmçinin bu dərsdən götürülən faydalardan odur ki, baş verən hadisələr, hansı ki, qələbələr baş vermişdi müsəlmanlara, İslam əhlinə, keçmişdə də, indi də, onlar bunların heç birini nə bayramlar olaraq, nə matəm olaraq heç birini götürməmişlər. Resulullah s.ə.v o günü ki, Allah subhanahu Musa aleyhisselamı nicata çatdırır, Fironu və onun ordusunu suda batırır, bu günü belə Peyğəmbər sallallahu aleyhi ve sellem bayram olaraq götürməmişdi. Peyğəmbər sallallahu Məkkəni fəth elədi. Məkkənin fəthi belə bayram olaraq götürmədi. Yəni, İslamda beləncə qələbələr çox olubdur. Amma sahabələr, nə də Salih və Salih belə günləri bayram olaraq özlərinə götürməmişdilər. Və yaxud da ki, kimlərinsə qətli ilə hansısa günləri matəm olaraq götürməmişlər. Ömər rədiyallahu anhu, Osman rədiyallahu anhu, Əli rədiyallahu anhu, bunlar hamısı qətl olundular. Amma heç kim bu günü matəm olaraq günləri götürməmişdir. Baxmayaraq ki, biz Aşura gününün orucunu Allaha şükür olaraq tuturuq, onu Peyğəmbər s.ə.v bizə icazə verdiyi kimi biz onu edirik. Əgər onu orucu Allaha şükür əlaməti olaraq bizə icazə verməsəydi,
tutmağa, Aşura günü, biz o günü də tutası değildik. Yəni Peyğəmbər sallallahu həmin günü belə bayram olaraq keçirtməmişdir. Amma azğın firqələr, Əl-Batiniyalar, Nusayrilar, Şiələr, Rafizlər, Murat-ı Sufilər və bunlara tabi olan kəslər, yəni bu onların adətidir ki, bu bayramları götürürlər, bu matəmləri götürürlər, hər hadisələrə görə illik bu şeyləri keçirirlər. Bunlar hamısı kimlərdən gəlib? Azğın əhlindən gəlibdir. Əuzu billahi mineşşeytanirracim. وَمَنْ يُطِعِ اللّٰهَ وَرَسُولَهُ وَيَخْشَى اللّٰهَ وَيَتَّقْهِ فَأُولَٰئِكَ هُمُ الْفَائِزُونَ. Kim Allah'a və Rasuluna itaat edərsə və Allah'tan qorxarsa da onlar nicat tapanlardılar. وَمَنْ يُطِعِ اللّٰهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ وَمَنْ يَتَوَلَّ فَيُعَذِّبْهُ عَذَابًا أَلِيمًا. Kim Allah'a və onun Rasuluna itaat edərsə də Allah onu ağaçları altından çaylar axan cənnətlərə daxil edər. Kim də üst söndürərsə də ağırlıcı bir əzabla Allah ona əzab verər. Allah Teala istəyirəm ki, mənim və sizlərin günahlarını bağışlasın.